Allahın qulları üzərində olan haqlarını bilirsənmi? Heç düşünmüsənmi ki, Allahın sənin üzərində olan haqlarını necə yerinə yetirə bilərsən? Allahın qulları üzərində olan haqqı onu ibadətlərində təkləşdirməsi və ona heç bir şeyi şərik qoşmamasıdır. Tövhidin 3 qismi var: rububiyyət tövhidi, uluhiyyət tövhidi, əsma və sifət tövhidi. Rububiyyət tövhidi Allahı feillərində təkləşdirməkdir. Müsəlman qəti şəkildə iqrar etməlidir ki, yaratmaqda, ruzi verməkdə və idarəçilikdə yalnız odur təkrar. Eləcə də sahibkarlıqda, öldürmək və diriltməkdə tək olduğun iqrar etməlidir. Xeyir və zərər verən, sıxıntı anında duaları qəbul edən yalnız odur. Odur saysız nemətlərini bütün qullarına verən. Hidayət nemətini isə mömin qullarına verən odur. Odur hər bir şeyin Rəbbi, Xaliqi və qüdrətlisi. Heç bir şey onun rububiyyətindən qırağa çıxmır. Göylərdə və yerdə nə varsa, onun ovucunda olan qullarıdır. Müşriklər onların rububiyyətinin olmasına baxmayaraq, onlar uluhiyyət və əsma sifət tövhidini iqrar etmədikcə,